Dağıstan, sərt dağların, güclü rüzgarların və qürurlu döyüşçülərin yurdu. Bu torpaqda böyümək həyatın çətinliklərindən uşaq yaşlarında öyrəşmək deməkdir. Burada hər addımda səni sınayan bir həyat var. Bura zəiflərin sağ qala bilmədiyi bir yerdir. İslam Maxachev məhz belə bir mühitdə dünyaya gözünü açdı. Onun uşaqlığı Dağıstanın sərt qayalıqları arasında daim mübarizə içində keçdi. Uşaqlıqdan döyüşçü ruhu ilə böyüyən İslam Xabib Nurmagomedovun kölgəsində deyil, yanında addımlayaraq öz yolunu tapdı. Xabibin atası əfsanəvi Abdulmanap Nurmagomedovun rəhbərliyi altında o döyüş sənətinin sirlərini öyrəndi. Ancaq bu yol asan deyildi. Hər səhər buz kimi soyuq su ilə yuyunmaq, yüksək dağlarda nəfəs kəsən məşqlər keçmək, hər gün öz limitlərini aşmaq. Bunlar onun həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Günlərin birində Dağıstanın sakit dağ kəndlərindən biri olan Burşada böyüyən bu uşaq dünya səhnəsinə çıxıb UFC çempionu olacaq desəydilər, çoxları buna inanmazdı. Amma İslam heç vaxt şübhə etmədi. Onun üçün çətinliklər sadəcə daha da güclənmək üçün bir fürsət idi. MMA dünyasına atılan o Xabibin mirasını davam etdirmək üçün yox, öz adını tarixə yazdırmaq üçün gəlmişdi. You can run, but you can hide. I'm here. Time is coming for take this belt. 2022-ci ildə Charles Oliveira üzərində qazandığı dominant qələbə ilə UFC yüngül çəkidə çempion oldu. Daha sonra 2 dəfə Aleksandr Volkanovski kimi döyüşçünü məğlub edərək öz yerini təsdiqlədi. O sadəcə döyüşçü deyil, o strategiya ustasıdır. Səbirli, ağıllı və ölümcül dərəcədə effektivdir. Ancaq qarşıda yeni bir sınaq var. Bu dəfə onun rəqibi tamamilə fərqli bir tərzdə gələn bir adamdır. İlya Topuria, Gürcü əsilli İspaniyanın fəxri. Qafqaz qan daşıyan amma Avropanın mərkəzində döyüş sənətini zirvəyə qaldıran bir əfsanə. Onun hekayəsi fərqli olsa da keçdiyi yol eyni dərəcədə çətindir. O Gürcüstanda da olsa da çox gənc yaşlarında ailəsi ilə İspaniyaya köçdü. Bu köç onun həyatında hər bir şey dəyişdi. Yad bir ölkədə fərqli bir mədəniyyətdə, fərqli dildə böyümək heç də asan değildi. Amma İlya heç vaxt ruhdan düşmədi. O əvvəlcə güləş, sonra isə Braziliyan jiu-jitsu sirlərini mənimsədi. Onun döyüş üslubu çox fərqlidir. O sadəcə qalib gəlmir. Rəqiblərini məhv edir. Onun yumruqları ağırdır. Texnikası kəskindir, qətiyyətli və sarsılmazdır. O UFC-yə gəldiyi gündən bəri hər döyüşdə qələbə qazanaraq çempionluğa doğru irəlilədi. 2024-cü ildə Aleksandr Volkanovskini məğlub edərək UFC-nin lələk çəki dərəcəsinin kralı oldu. Onun məqsədi sadəcə döyüşmək deyil, hakimiyyətə əl almaqdır. Hər döyüşdə özünü sübut edir və bir mesaj verir. Mən gəldim və bu diviziyanın yeni kralı mənəm. 2 çempion, 1 hakimiyyət. Möhtəşəm döyüş gəlir. İndi isə sual budur. Bu iki əfsanə döyüşəsə nə baş verər? İslam Maxachev və İlya Topuria hər ikisi dominant, hər ikisi məğlub edilməz görünən çempionlardır. Amma onların üslubları çox fərqlidir. İslam təmkinli, strateji və döyüşə öz tempinə uyğun idarə edən bir döyüşçüdür. Onun güləş bacarığı, zəhmətkeşliyi və oyunu ağıllı qurması onun böyük üstünlüyüdür. Əgər o Topurianı yerə sala bilsə, bu döyüş onun üçün asan ola bilər. Çünki onun torpaq üzərində nəzarət qabiliyyəti UFC-də bənzərsizdir. Amma İlya Topuria başqa cür bir təhlükədir. Onun güclü yumruqları var. Tək bir dəqiq zərbə ilə döyüşü bitirə bilən adamdır. O döyüşü ayaq üstündə saxlamağı bacararsa, bu İslamın güləşini neytrallaşdıra bilər. Bu döyüşdə hər şey ilk raundda bəlli olacaq. Əgər İslam Topurianı yerə sala bilsə, mübarizəni boğucu texnikalarla bitirə bilər. Amma əgər Topuria öz təzyiqi ilə İslamın oyununu poza bilsə, o İslamı nakauta göndərə bilər. Bunun üçün hər iki döyüşçü öz ən güclü tərəflərini istifadə etməlidir. İslamın məqsədi döyüşü nəzarət altına almaq və boğucu texnikalarla rəqibini sındırmaq olacaq. Topurianın məqsədi isə döyüşü ayaqda saxlamaq və Maxachevə ağır zərbələr endirmək olacaq. Bəs sonda nə baş verəcək? İslam Maxachev ağıllı döyüşən, planlı və dözümlü bir çempiondur. İlya Topuria isə hücumçu, qəzəbli və partlayıcı bir gücə sahibdir. Döyüşü taktika həll edəcək. Əgər Topuria 2 raundda nokaut zərbəsi vura bilməsə, İslam onu yerə salacaq və gedişatı tamamilə dəyişəcək. Bu təkcə bir döyüş deyil. Bu iki müxtəlif fəlsəfənin iki əfsanənin toqquşmasıdır. Qafqaz dağlarının döyüşçüsü ilə İspaniyanın əfsanəsi arasında mübarizə. Sizcə bu savaşı kim qazanacaq? Əziz döyüş həvəskarları, videonu bura qədər izlədinizsə, fikirlərinizi şərhlərdə bildirməyinizi, like etməyinizi və kanala abunə olmağınızı arzu edirik.